Məcmuəl Bəyanda İmam Baqir əleyhissalamdan bu ayənin barəsində sual olunur. Ağacan, kimdir ibadiyyət salihun? Kimlərdir onlar gəlib yer üzərinə varis olacaqlar, hakim olacaqlar? İmam buyurdu, hum əshabul məhdi fi axirəz zaman. Onlar Həzrəti Bəqiyyətullahın, Həzrəti Mehdi Əccəlallahu Fərcəhu Şərifin axır zamandakı əshabıdır, fədailəridir. Təfsiri Ummidə də bu ayə ilə bağlı bir rəvayət var. Buyurur, kimlərdir bunlar? Ənəl ərdə yərisuhə ibadiyyəs salihun. Buyurur, qaləl qaim və əshabu. İmam cavab verdi, o qaimdir, yəni sonuncu, 12-ci imamdır və onun əshabıdır. Yəni Quran bu müjdədən xəbər verir. O da buyurur, İnnə fi həzə ləbəlağən li qavmin abidun. Şübhəsiz bunda bir bildiriş var ibadət edənlər üçün, ibadət əhli üçün.